Salam əleykum dəyərli izləyicilər. Sizi Aro-2-lər fəsiləsinin ən dözümlü bir bitkilərindən biri olan Zingoniumla tanış edirəm. Bitkimiz oksigeni bol verən, təbiətdə sarmaşıq formasında olan, hündürlüyü 20 metrəcən çatan bir bitki ilə tanış edirəm. Bu bitki artırılması çox rahat, qulluğu çox rahat, ikinci işıqda, hətta deyərdim ki, birinci işıqdan daha məsləhətdir. Yəni birbaşa gün işığı məlum məsələdir ki, tropik iqlimdə olan bir bitkidir. Aro-2-lər fəsiləsindən olan bir bitkidir. Aro-2-lər fəsiləsi dedikdə biz nə başa düşürük? Spathiphyllum, Anthurium, Philodendron, Aglaonema, bu bitkilər hamısı Aro-2-lər fəsiləsində olan bitkilərdir. Bunların hamısında oxşar qulluqlar nə idi? Birbaşa gündən qoruyacağıq və bitkimizin nəmişlik oranını biraz yüksək saxlayacaq. Bitkimizin torpaq sistemini lifli və drenajlı etmək lazımdır. Məlum məsələdir ki, bitkimiz tropik bir bitki olduğu üçün bu bitkinin nəmişlik oranını biraz yüksək səviyyədə saxlamaq lazımdır. Bitkimiz çiçək açan bir bitkidir. Çiçəyi demək olar ki, Spathiphylluma oxşar bir çiçəyi açır. Sadəcə olaraq ev şəraitində demək olar ki, biz bu çiçəyin görməyəcəyik. Yenə də qeyd etdiyim kimi, bitkimizi ikinci işıqda, yəni birbaşa gündən qoruyacağıq. İnkişafını gözəl göstərən bir bitkidir. Çox sadə qulluğu, elə güclü bir qulluğu yoxdur. Sadəcə bunun digər bir adı da mələk qanadı. Türklərdə belə bir adı da vardır. Mələk qanadı adlanır bitkimizin adı. Doğrudan da qanadları, yarpaqları bir qanada bənzəyir, çox gözəldir və digər Aro-2-lərin digər bitkilərdən daha dözümlü, yəni hətta siz 2 həftələrlə evdən geçsəz belə bu bitkidə uzaqbaşı bir dənə, 2 dənə yarpaq quruması görəcəksiniz. Qalan yarpaqlar gözəl formada qalacaq üstündə. Əgər deyirsinizsə ki, illa ki Aro-2-lərdən bir bitki evimizdə istəyirik bəsləyək, bu zaman ilk bitkimiz bizim nə olacaqdır? Zingonium olacaqdır. Bəli, bitkimiz, mən belə bir məhlul inşallah hazırlamaq istəyirəm. Ümumiyyətlə limon bitkilərdə deməli nə yaradır? Bitkilərdə istər yaban çöl şəraitində olsun, istər belə olsun, yabani otların inkişafının qarşısını alacaqdır. Bitkimizdə torpağın pH səviyyəsini qoruyub saxlayacaqdır. Bitkimizdə köklənməni sürətləndirəcəkdir. Bir çox xeyri var, xeyrini saymaqla bitməz olmaz. Bəli, suyumuz necə bir suydur? Didləndirilmiş bir sudur. Məlum məsələdir ki, Abşeron yarımadasında yaşadığımızdan ötürü deməli bizdə su xlorlu ola bilər və bu zaman bitkimizə o xlorlu su əks təsir göstərə bilər. Ona görə suyu saxlayırıq ki, biraz dinlənsin və bu zaman xlor yatsın aşağı. Və limonu sıxırıq. Bismillah. Burada 1 litr su var. Limonu sıxırıq. Və əgər bunu da yenə də saxlayacaqsa, limonun qabığını da bu şəkildə atırıq içinə. Yəni bir gün saxlasaq, onun effekti daha gözəl olacaq. Və bitkimiz əgər məsələn bu bitkidə artıq sulamağa ehtiyac yoxdur, fikir verirsə, nəmişlik oranı artıq normaldır. Əgər bu bitkidə sulamağa ehtiyac olsaydı, bitkimizi sulayacaqdır və tropik iqlimdə Aro-2-lər fəsiləsinə aid olan bir bitki olduğu üçün də bitkimizi püskürtmə üsulu ilə də ən az həftədə bir dəfə bu üsulla da bitkimizi qidalandırırıq. Bu da bitkimizdə olan bir çox zərərli vericiləri, həşəratların da bu yolla qarşısını alarıq, onların zərərlərindən bitkimizi xilas edirik. Yenə də inşallah, əgər buracan baxdıqsa, yenə də bir şey qeyd etmək istəyirəm. İnşallah ayın 9-u deməli biz öz yarışmamızı keçirəcəyik. İnşallah qalibimizə isə, yarışmanın qalibinə isə orxideya bitkisini hədiyyə edəcəyik. Buna görə bizim orxideya videomuza baxa bilərsiniz. Orada şərtlər də qeyd olunub və inşallah layiq olan qalib olsun və qalib də ki, inşallah o şərtlərə uyğun olan tamaşaçıların içindən biri seçiləcəkdir. Tam ədalətli şəkildə olacaqdır. Özünüzdən müğayət olun, sağ olun, sağlam olun.